Masazırda Duzlu Göl mənzərəli, super təmirli, şəxsi istifadə üçün ideal şəkildə təmir olunmuş qanuni 3 otaqdan ibarət mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. İndi bunu görənlər deyəcək ki, bu qanuni 3 otaq deyil, xeyr. Qanuni 3 otaqdır. Sadəcə ev sahibi qonaq otağını böyük olması üçün bu şəkildə yataq otağına keçid verib. Amma bütün otaqların müstəqil pəncərəsi var. Dəyərli izləyicilər, mənzilimiz kubçalıdır. Yerləşmə ərazisi çox gözəl bir ərazidir. Birbaşa Duzlu Göl mənzərəsi var. Bu bizim bir yataq otağımızdır. Qonaq otağını sizlər üçün təqdim etdim dəyərli izləyicilər. Burada yerləşir qonaq otağımız. Mənzilimiz əşyalı və əşyasız satıla bilər. İstəyə görə. Kubçalıdır. Kubçası hazır əldədir. Dövlət ipotekasına yararlıdır. İpotekası təsdiqlənmiş şəxslər bizimlə əlaqə saxlaya bilərlər. Burada da yerləşir eyvan hissəmiz. Eyvanımız cam balkonla bağlanılıb. Bina tam yaşayışlı binadır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Mərtəbə olaraq 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Bir daha qeyd edirəm, şəxsi təmirli mənzildir, ideal təmirlidir. Tam olaraq qanuni 3 otaqlıdır sənəd üzrə. Ümumi kvadrat 88 kvadrat metrdən ibarətdir. İndi isə sizə təqdim edirəm mənzilimizin digər otağını. Yəni burada sanuzelimizdir. Sanuzel qovşağını təqdim edim sizlər üçün. Tam olaraq aksesuarlarla təchiz olunub. Bir yataq otağımız buradadır. Görürsünüz, bu otaq ölçüsü də çox gözəldir. Geniş ölçüdədir. İndi isə keçəcəm sizlər üçün təqdim edəcəm mənzilimizin giriş hissəsini və mətbəx hissəsini. Bura dəhlizimizdir. Bu qapı gördüyümüz qapı mətbəximizdir. Bu isə mənzilimizin əsas giriş qapısıdır. Baxın, girdik qapıdan giriş hissələr metlaqdır, isti döşəmədir. Ümumi istilik sistemi kombi sistemdir. Bu hissə də mətbəximizdir. Daxil oluruq mətbəxə. Mətbəximiz də maşallah zəngindir, bayram günü olduğu üçün özünüz də bilirsiniz. Buradan isə mətbəxdən eyvana çıxışdır və bu bir daha Duzlu Göl mənzərəsini görürük dəyərli izləyicilər. Mənzilimiz kubçalı mənzildir, bir daha qeyd edirəm. Masazırda yerləşir, yerləşmə yeri əla bir yerdir. Bahalı mətbəx mebeli ilə təchiz olunub. Ümumiyyətlə mənzil şəxsi istifadə üçün ideal şəkildə təmir olunub. Təbii ki, mənzildə qalacaq mətbəx mebeli, digər əşyalar isə danışıq əsasında saxlamaq mümkündür. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər.